Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Göyçayda müəllimə hədə qorxu gələrək vəsaitini ələ keçirməkdə təqsirləndirilən bloger Anar Hüseynov və Almaz Əhmədovanın cinayət işi üzrə məhkəməyə keçirilib. Xəbər verilir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Anar Hüseynov 5 il 6 ay, Almaz Əhmədov isə 5 il müddətinə azadlıqdan məhrum edilib. Anar Hüseynov bloger fəaliyyətlə məşğul olub. Almaz Əhmədov isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində kitabxanaçı vəzifəsində çalışıb. İş üzrə zərər çəkmiş şəxs qismində tanınan şəxs də Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində müəllim olaraq çalışıb. İddiaya görə Anar Hüseynov və Almaz Əhmədova zərər çəkmişə hədə qorxu gələrək ondan ümumilikdə 3700 manat pul alıb. Təqsirləndirilən şəxslər ziyanı tam ödəyib və barışı əldə olunub. Təqsirləndirilən Anar Hüseynov Cinayət Məcəlləsi 182.2.1-ci hədə qorxu ilə tələb etməyə qabaqcılığına əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, Almaz Əhmədova 182.2.1-ci hədə qorxu ilə tələb etməyə qabaqcılığına əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və 182.2.2-ci hədə qorxu ilə tələb etməyə təkrar törədildikdə maddəsi ilə ittiham edilib.